Salam əziz şagirdlər, mən bu gün sizə bu tip misalların iki üsulla izah olunma qaydasını izah edəcəm. Birinci üsul odur ki, istər kəsirlərin sayı məlum olsun, istər kəsirlərin sayı məlum olmasın, yəni sonsuz sayda olsun. Bu üsuldan istifadə edərək bu tip misalları həll etmək olar. Neyinirik? Birinci, kəsirin surətindəki ədədi çıxardırıq. Çıxartsaq nə qalır burada? 4. Surətdə 1, 3 vurulsun 5, üstə gəl, 1 bölünsün 5 vurulsun 7, üstə gəlsin, 1 bölünsün 7 vurulsun 9, üstə gəl, 1 bölünsün 9 vurulsun 11, üstə gəl, 1 bölünsün 11 vurulsun 13, üstə gəl, 1 bölünsün 13 vurulsun 15 bərabər. İndi diqqət etsək, görərik ki, kəsirlərin məxrəclərindəki vuruqlar arasında fərq nəyə bərabərdir? 2-yə bərabərdir. O 2-ni də çıxartsaq və bunu parçalasaq, 3'də 1 çıxılsın 5'də 1. Üstə gəl. 5'də 1 çıxılsın 7'də 1. Hər kəsiri parçalayırıq. Üstə gəl. 7'də 1 çıxılsın 9'da 1. Üstə gəl. 9'da 1 çıx 11'də 1. Üstə gəl 11'də 1 çıx 13'də 1. Üstə gəl 13'də 1 çıx 15'də 1. Bərabərdir. Görsək ki, mənfi 5'də 1, müsbət 5'də 1. Əks ədədlərdir, cəmi 0-a bərabərdir. Hər biri islah gedir. Hər birini islah aparsaq, 4 bölünsün 2 vurulsun. Mütəzən kəsində 3'də 1 çıxılsın, 15'də 1 bərabərdir. 4 bölünsün 2 vurulsun. Kəsirlərin məxrəcini bərabərləşdirsək, yəni bilək ki, birinci mötəzən kəsirini hesablayırıq. Olur 15'də 5 çıx 15'də 1 bərabərdir. 4 böl 2 vurulsun 15'də 4. Kəsirlər məxrəcləri bərabər olan kəsirləri çıxarkən məxrəc olduğu kimi qalır. Surəti surətdən çıxıb surətə yazırıq. Olur 4. Burada 2 ilə 4'ü ixtisar aparsam, burada qalır 1, burada qalır 2. Bunu vursam 2'ni 4'ə vururam. Vurulma qaydası kəsirləri. Məxrəci məxrəcə vururam, məxrəcdə yazıram. Surəti surətə vurub surətdə yazıram. Bu birinci üsulla həlli. İndi bax bu üsulda mən bu hissəni yazdım. Yəni bu hissəni yazmağa ehtiyac yoxdur. Sadəcə sizə göstərmək üçün yazdım. Bu tip misallarda nə edirik? Kəsirin surətində İstənilən ədəd olanda onu qarşıya çıxardırıq və aralarındakı fərq nədirsə onu da məxrəcdə yazırıq. Yəni surətində olan ədədi surətə, məxrəcdə olan fərqi isə məxrəcə yazırıq. 4 bölünsün 2 şəklində yazdı. Kəsirin birinci kəsirin ən kiçik ədədi ilə, yəni birinci hissəsi var 3'də 1 ilə, ikinci kəsirin ən sonuncu kəsirin böyük ədəd olan hissəsi var 15'də 1'i. Çıxırıq, hesablayırıq. Birinci mötəzən kəsini hesablayırıq, daha sonra vurma əməlini yerinə yetiririk. İkinci üsul isə İkinci üsul isə asandır. Lakin bu üsuldan o zaman istifadə olunur ki, kəsirlərin sayı məlum olunsun. Sonlu sayda olsun. Yəni burada 6 dənə kəsir var. Düzdürmü? Nə edirik? Kəsirlərin surətindəki ədədi hansıdır? 4 vurulsun. Neçə dənə kəsirdir? 1, 2, 3, 4, 5, 6 dənə. Surətindəki ədədlə sayını vurub surətə yazıram. Kəsirin məxrəcindəki ilk kəsir ən kiçik ədəd hansıdır? 3. Vurulsun ən böyük ədəd 15. Bunları da vurub məxrəcdə yazıram. Burada ixtisar aparıram. 1. Burada qaldı 2. Olur 8. Bölünsün 15. Bu qədər.